Danışıq üçün lazım olan qrammatika dərslərinə davam edək. Bu artıq 3-cü dərsimizdir. Siz artıq öz bacarıqlarınızdan danışmaq istəyirsinizsə və ya başqalarının hər hansı bir işi bacarıb-bacarmadığını soruşmaq istəyirsiniz, icazə almaq istəyirsiniz. Bunun üçün nələrdən istifadə edə bilərsiniz ki, icazəni ala biləsiniz? Bunun üçün köməyimizə modal feillər gələcək. İngilis dilində bunlara modal feillər deyilir. Modal feillər hansılardır? Ən çox istifadə olunan can. Can modal feili vasitəsilə biz bacarıqlarımızı, qabiliyyətlərimizi bildirə bilərik. Necə istifadə olunacaq cümlədə? Can plus feil. Məsələn, demək istəyirəm ki, mən ingiliscə danışmağı bacarıram, bilirəm. Necə olacaq? I can speak English. Quruluş necə oldu? Can plus feil. Feil to-suz işlənməlidir, to şəkilçisiz işlənməlidir. Və ya sual vermək istəyirik ki, çölə çıxa bilərəm. Necə deyəcəyik? Can I go out? Yəni, modal feil cümlənin önünə gələcək və sual cümləsi yaranacaq. İndi siz də öz bacarıqlarınızı saya bilərsiniz. Can modal feilləri vasitəsilə. What can you do? Yəni, siz nə etməyi bacarırsınız? Və nəzərə alaq ki, can bütün şəxslərlə eyni qalır. Heç bir şəxslə bir əlavə bir şəkilçi, üçüncü şəxsin təkində məsələn əlavə bir şəkilçi qəbul etmir. Çox asandır. Məsələn, I can cook, you can cook, he, she, it can cook, we can cook, they can cook formada. Yəni, hamısıyla eyni cür istifadə olunur. Və ya kiməsə məsləhət vermək istəyirik və ya məsləhət almaq istəyirik. Burada artıq bizim köməyimizə should gələcək. Should məsləhət vermək üçün istifadə olunur. Və ya məsləhət almaq üçün. Gözümüzün önünə gətirək. Məsələn, kimdənsə fikir almaq istəyirik, soruşmaq istəyirik. Səncə mən nə etməliyəm belə olan halda? Bunu necə soruşarıq? What should I do? Qayda, quruluş yenə eynidir. Should plus feil. Yəni, shoulddan sonra sadəcə heç bir şəkilsiz feil istifadə olunur. Məsələn, necə deyərəm? Sən gərək tez yatasan. Should ümumiyyətlə Azərbaycan dilinə gərək sözünə daha çox uyğun gəlir. Çünki məsləhət verirəm ki, gərək o tez yatsın və ya sən tez yatasan. Necə olacaq cümlə? You should sleep early. Və ya belə bir sual veririk. Nə məsləhət görürsən? Səncə onu çağırım? Sual verərkən should cümlənin önünə keçir. Birinci o dayanır. Məsələn, belə deyəcəyik. Should I call her? İndi özünüzə sual verin. Özünüzə və ya başqalarına nə məsləhət görərdiniz? Və cümlələrinizdə should modal feilindən istifadə edin. Daha sonra biz cümlələrimizdə, fikirlərimizdə vacibliyi bildirmək istəyirik. Yəni, bir şey mütləq belə olmalıdır. Malı, məli. Onda necə deyəcəyik? Bu an bizə must kömək edəcək. Must feili malı, məli deməkdir. Vacibliyi, qətliliyi bildirmək üçün istifadə olunur. Məsələn, necə deyərik? Mən indi getməliyəm. I must go now. Must plus feil. To-suz yenə, to-suz bir feildən istifadə olundu. Və bütün şəxslərlə də eyni formada istifadə olunur. Heç bir əlavə şəkilçisiz. İnkarda isə mustdan sonra not hissəciyi əlavə olunacaq. Ümumiyyətlə, bütün modal feillərdə inkarı əmələ gətirmək üçün modal feildən sonra not hissəcini əlavə etmək lazımdır. Must not və ya mustn't. Məsələn, sən getməməlisən, you mustn't go.